Toplum TV iş üzrə keçirilən məhkəmə prosesi bu dəfə də mübahisəli keçib. Aprelin 20-si Bakı Ağır Cinayətlər Məhkəməsində digər hal şahidlərinin ifadələri dinlənilib. Sərxan Qəhrəmanov adlı şəxs polisin Toplum TV və Demokratik Təşəbbüslər İnstitutunun ofisində axtarış zamanı hal şahidi kimi iştirak etdiyini və ofisdən 30 min avroya yaxın pul tapıldığını deyib. Toplum TV-nin həbsdə olan redaktoru Müşfiq Cabbar şahidin yalan danışdığını bildirib. Bu zaman onunla hakim arasında mübahisə yaranıb. Hal şahidi ifadəsində ofisi axtarış zamanı təqsirləndirilən şəxslərdən 3-cü Respublika platformasının qurucusu Ruslan İzzətlinin pulları saydığını və ona məxsus olduğunu dediyini iddia edib. Ruslan İzzətli çıxış edərək iddianı təkzib edib və bu barədə video çəkilişin olduğunu xatırladıb. Stat: 5-10 manatdan ötürü üzünüzə durduğunuz adamlar sizin haqlarınız üçün çalışır. 1937-ci il repressiyalarında da sizin kimi adamlar var idi. Amma bugün oxuyub görürük ki, Hüseyn Cavidlər, Əhməd Cavadlar sınmadı. Burada mühakimə olunan şəxslər də Hüseyn Cavidin, Əhməd Cavadın yetirmələridir. Statın sonu. Toplum TV işi üzrə ümumilikdə 10 nəfəri cinayətçi açılıb. Onlar qaçaqmaçılıq daxil bir neçə maliyyə cinayətində ittiham olunurlar. Özləri ittihamların quramı olduğunu, siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.